Salam, hər vaxtınız xeyir olsun. Bu gün Dövlət Qulluğu DİM kitabından informasiya texnologiyalarına aid olan 51-dən 100-cü suala qədər aralıqda olan sualların izahını verəcəyəm. İlk videoda 1-dən 50-yə qədər olan sualların izahı var. Həmin izaha da baxa bilərsiniz. Vaxt itirmədən başlayaq. Deməli, 51-ci sualda alqoritmin əsas tiplərinə aid olanı seçməyimizi bizdən tələb edir. Deməli, alqoritmin əsas tipləri hansılardır? Budaqlanan alqoritm, xətt alqoritm və də dövr alqoritm. Yəni 2, 3, 6. 52-ci sualda yenə bir alqoritm sualıdır. Alqoritmin yerinə yetirilməsi nəticəsində y dəyişəni 18 qiymətini almışdır. Alqoritmin yerinə yetirilməsinə qədər x dəyişəni, yəni bizdən bunu soruşur. Baxın bu x-i. İlkin qiyməti neçə olmuşdur? Deməli bu sonuncu y 18-dir. Mən bunu belə yaza bilərəm. 18 bərabər x plus y. Yəni sonuncu y budur. Bu 18-dir. Burada x nədir bəs? 2 vur y-dir. Yəni bu x-in yerinə 2 vur y yaza bilərəm yuxarıdan baxıb. Deməli yazsam olur 2y üstəgəl y bərabərdir 18-ə, 3y bərabərdir 18-ə, y bərabərdir 18 böl 3, y də bərabərdir 6. Y-im oldu 6. Deməli burada y 6-dırsa əgər, x də olur 6 minus 3, 3. Cavab. Yəni 52-ci sualda x-in ilkin qiyməti oldu 3. Daha sonra 53-cü sualda. Deməli x 25-dir, y 15-dir. 25 kiçikdirmi 15-dən? Deyirəm yox. 25 böyükdürmü 15-dən? Deyirəm hə. X olur 22, y olur 17. Bir də geri qayıdıram. 22 kiçikdirmi 17-dən? Deyirəm yox. 22 böyükdürmü 17-dən? Deyirəm hə. Yenə olur. X 19, y də 19. 19 kiçikdirmi 19-dan? Yox. 19 böyükdürmü 19-dan? Yox. Y-imiz də 19-u çap edir. Cavab olur elə 19-un özü. 54-cü sualda. Deməli, A 125 və B 225 olduqda alqoritm fraqmentinin icrasından sonra A dəyişəni hansı qiyməti alır? Ümumiyyətlə, bu yazılış əbubu tapmaq üçün istifadə olunur. Bunu əzbər yadımızda saxlayırıq. Yəni, A bərabərdir A minus B, B bərabərdir B minus A. Yəni, hansı böyükdürsə, kiçiyi tapmaq üçün böyükdən kiçiyi çıxa-çıxa getmək dövr olaraq. Deməli, biz 125 ilə 225-in əbubunu da tapsaq, olası da 25. Amma bunu yazaq. Yəni, dövr şəklində yazaq ki, dəqiq olaraq onu görə də bilək. Deməli, birinci dövrdə yazıram. 125 böyükdürmü 225-dən? Deyirəm, yox. Yox dedim, gəlirəm. B bərabərdir B minus A. Yəni 225 minus 125. Olur 100. Sonra B 100 oldu. A hələ də 125-dir. 125 fərqlidirmi? Bunu bu şərti yoxlamamışam hələ. 225, yox, 100-dən. Deyirəm, hə. 125 böyükdürmü 100-dən? Deyirəm, hə. A olur 125 çıx 100, yəni 25. A oldu 25, B oldu 100. Üçüncü dövrdə. A 25 fərqlidirmi 100-dən? Deyirəm, hə. 25 böyükdürmü 100-dən? Deyirəm, yox. B oldu 100 minus 25, 75. Dördüncü dövrdə. Deməli, B 75-dir, A 25-dir. 25 fərqlidirmi 75-dən? Deyirəm, hə. 25 böyükdürmü 75-dən? Deyirəm, yox. B də olur. B minus A 75 minus 25 olur 50. 5-ci dövrdə. B 50-dir, A artıq 25-dir. 25 fərqlidirmi 50-dən? Deyirəm, hə. 25 böyükdürmü 50-dən? Deyirəm, yox. B də olur 50 minus 25 bərabərdir 25. Deməli, B də 25-dir, artıq A da 25-dir. Qırmızı qələmlə göstərim. Yazıram, 25 fərqlidirmi 25-dən? Deyirəm, yox. Və A-nı çap edirəm, A da 25 idi. Yəni, burada A-nı ya da B-ni hansını çap eləməyin heç bir əhəmiyyəti yoxdur. Çünki ikisi də eyni qiymətdir və ikisi də bizə əbubu verir.
Yəni, bu da tapmaq kifayətdir. Daha sonra 55-ci sualda verilənlərin arxivləşdirilməsi, sistemin bərpası, disklərin defraqmentasiyası hansı proqramlar qrupuna aiddir? Təbii ki də bunların hər biri servis proqramlarına aiddir. Tətbiqi proqramlara məsələn aiddir Word, Excel, yəni hansı ki biz onları istifadə edirik hər hansı bir məqsədimiz üçün. PowerPoint və s. Proqramlaşdırma sistemləri Python, Pascal, Outlook və s. Proqram komplekslərinə, bu da həmçinin proqramlaşdırma deməkdir. İnstrumental proqramlar da eyni proqramlaşdırmacıdır bunlar. SQL dili və s. proqramlaşdırma dilləri. Deməli, bu bizdən soruşulanlar isə aiddir servis proqram təminatına. 56-da xidməti proqramların funksiyasına aiddir. Xidməti proqramların funksiyasına aiddir. Deməli, A variantında deyilir ki, istifadəçi interfeysinin təkmilləşdirilməsi. Bəli, elə bu olasıdır. Kompüterin işini idarə etmək bu tətbiqi proqramdır. İstifadəçi ilə kompüter arasında dialoq yaratmaq. Proqram mətnlərini maşın koduna çevirmək, bu instrumentaldır. İlkin proqramın mətnini redaktə və kompilyasiya etmək, bu da instrumentaldır. Yeni proqram vasitələri yaratmaq, bu da instrumentaldır. Elə olur A variantı. Servis proqramlar qrupuna aiddir. Deməli, oyun proqramı, nəşriyyat sistemi, bu ikisi aiddir tətbiqiyə, hələ ki. Kompilyasiya proqramları, arxivləşdirmə vasitələri, qrafik redaktor. Qrafik redaktor da tətbiqidir. Arxivləşdirmə vasitələri olasıdır. Güman ki, kompilyasiya proqramları da deməli, servis proqramlarına daxil aid deyil. 58-də. Tətbiqi proqramları təminatına aid olanı seçin deyir. Tətbiqi proqram dediyimiz kimi istifadəçinin hər hansı işini görən proqramlardır. Burada nəşriyyat sistemləri, Excel, Word, PowerPoint, Access və s. bu tipli proqramlar tətbiqi proqramdır. Nəşriyyat sistemi də həmçinin. Sonra 59-da antivirus proqramlarına aiddir. Antivirus proqramlarına aiddir həkimlər. Məsələn, orada növləri var idi. Həkimlər, müfəttişlər, faqlar və s. Bunlardan birisi də variantlarımızda var, həkimlər. Uyğunluğu müəyyən edin. Browser, qrafik redaktor, nəşriyyat sistemi. Qrafik redaktor B və C, düzdürmü? Paint-dən Corel-dır. Nəşriyyat sistemi, deməli, browser A və Y. Buna da qalır D variantı. Yəni, B variantı doğru olmuş olur. 61-ci sualdır. Proqramlardan hansı sistem proqramları qrupuna daxil deyil? Verilənlər bazasının idarə etmə sistemləri bu tətbiqidir. Yəni, bəli, sistem proqramlarına daxil deyil, düzdür. Diskin defragmentasiyası proqramları buna daxildir. Kompüterin iş qabiliyyətinin diaqnostikası bu da daxildir. Naviqasiya proqramları, bu da tətbiqidir. Lüğət və tərcümə, bu da tətbiqidir. Bu da sistemdir. Ümumiyyətlə, baxın, fikir verin, lüğət və tərcümə yenə istifadəçinin hər hansı işini həll edir. Naviqasiya yenə də istifadəçinin hər hansı işini həll edir. Yəni, Y variantı 1, 4, 5. 62-də. Sistem proqram təminatını təşkil edən proqramlardan biridir. Deməli, əməliyyat örtükləri, inteqrallaşdırılmış paketlər, mətn redaktorları bu tətbiqidir. Cədvəl redaktorları bu da tətbiqidir. Proqram kompleksləri, burada əməliyyat örtükləri yəqin ki, əməliyyat sistemləri, əməliyyat örtükləri, utilitlər, bunlar hamısı sistem proqramına aiddir. Antivirus proqramı hansı növ proqrama aiddir? Antivirus proqramı servis proqramına aiddir. Bəli, bunlardan heç birine aid deyil. Sistem proqram təminatına aiddir. Sistem proqram təminatına aiddir. Əməliyyat sistemi, utilit, bunlar yox. 1 və 2. Y variantı. Daha sonra 65-də uyğunluğu müəyyən edək. Qrafik redaktorlar A variantı, Paint, Photoshop, mətn prosesorları C, WordPad və MS Word. Lüğət proqramları isə D variantı, Polyglot. A, C, D, yəni B variantı doğru cavabdır. 66-da yenə də uyğunlaşdırmağımızı istəyir. Əməliyyat sistemləri D variantı, cədvəl prosesorları C variantı, servis proqramları isə Y variantı.
D, C, Y. O da olur Y variantı. Yenə uyğunluğu müəyyən etməyimizi istəyir. Tətbiqi proqram təminatı bazı servis. Deməli, tətbiqi proqrama aiddir. Baxın, Y variantındakı. Baza proqram təminatına aiddir. A variantı, yəni əməliyyat sistemi və s. Servis proqram təminatına isə aiddir. Antivirus arxivləşdirmə. Bəli. Deməli, YAD olur. C variantı doğru cavab. 68-də utilit proqramlarına aid olmayanı istəyir. Utilit proqramlarına aid olmayan. Bəli, budur. Örtük proqramlar. Bu baza idi. Bayaq yuxarıda var idi baza. Antivirus proqramlarına aid deyil. Antivirus proqramlarına aid deyil. Rezident proqramlar. Yəni növlərinə deyil. Rezident proqramlar sadəcə RAM-da olan, onun, yəni RAM-da olmağına görədir ki, kompüter söndürüldükdə orada fəaliyyətini dayandırır. 70-də deyilir ki, sistem proqram təminatının əsas funksiyası hesab edilməyən variantları seçin. Müəyyən sinif məsələlərinin həllini təşkil etmiş. Bu dedik ki, tətbiqidir. Yəni, tətbiqi istifadəçinin müəyyən sinif məsələlərinin həllini təşkil edir. 1. Kompüter ilə istifadəçi arasında dialoq yaratmaq. Bu, sistem proqramlarının funksiyasıdır. İnformasiyanın emal prosesini idarə etmək. Bu da funksiyasıdır. İstifadəçi tərəfindən həll edilən məsələni avtomatlaşdırmaq. Xeyr, bu onun funksiyası deyil. İnformasiyanı daxil etmə, xaric etmə prosesini avtomatlaşdırmaq. Bəli. Bu onun funksiyasıdır. Yeni əlavələrin və informasiya sistemlərinin yaradılmasını həyata keçirmək. Bu da onun funksiyası deyil. Bizdən edilməyən soruşur. Kompüterə qoşulan periferik qurğuların parametrlərini təyin etmək. Bu da onun funksiyasıdır. Yaddaşın emal sürətinin həcmini artırmaq. Bu da funksiyasıdır. Olur 1, 4, 6. 71-də baza proqram təminatına daxil olanları seçin. Baza proqramlarına aiddir şəbəkə əməliyyat sistemləri, əməliyyat örtüşləri və də əməliyyat sistemləri. 1, 3, 6. 72-də tətbiqi proqram təminatına aid olanları seçin. 1. Verilənlər bazası. Bu deyil. Bu ola bilər. Və də bu. 1, 3, 6 yenə. Yuxarıda da deyəsən 1, 3, 6 idi. Bəli. Tətbiqi proqram yenə də dedik ki, müəyyən bir məsələnin həlli üçün nəzərdə tutulur. Rezident proqram olmaqla təhlükəli əməliyyatlara nəzarət edən antivirus proqramları hansılardır? Rezident proqram deyiləndə filtr proqram nəzərdə tutulur. Yəni, ona görə də A variantını götürülür. 74-də hansı arxivləşdirmə proqramıdır? Deməli, burada B variantı arxivləşdirmə proqramıdır. Bu əməliyyat sistemidir. Digərləri də uyğun deyil. 75-də tətbiqi proqramlara aid olanları müəyyən edin. Yenə də mətn redaktorları, kompüter oyunları və cədvəl prosesorları. Oyunlarda tətbiqi gedir, çünki o da hər hansı bir məsələnin həlli üçündür. 2, 3, 6. 76-da hansı viruslar kompüter viruslarının yerləşmə mühitinə görə təsnifatına aid edilmir? Deməli, yerləşmə mühitinə görə virusların 4 növü var. Hansılardır? Fayl, şəbəkə yükləmə və fayl yükləmə. Bunları çıxanda da yerdə qalır 1, 4, 6, 8 aid edilməyəni soruşduğuna görə. Daha sonra 77-də hansı proqramlar antivirus proqramları hesab olunur? Deməli, proqram həkim, müfəttiş, detektor və administrator. Bunlar, bəli. 1, 4, 6, 8 yenə. Aşağıdakılardan hansılar virus proqramlarının tiplərinə aid deyil? Virus proqramlarının tiplərini. Deməli, burada aid deyil.
Burada olasıdır. Deməli 2, 4, 6. Bunlar növlərdir, tiplər deyil. Bu isə onun tipləridir. Sonra 79-da sistem proqramlarını müəyyən edin. Bu tətbiqi proqramdır. Bu da tətbiqi proqramdır, bu da tətbiqi proqramdır, bu da tətbiqi proqramdır. Sonra bu da instrumental proqramdır. Yerdə qaldı nə? 2, 3, 6. Antivirus, arxivator və əməliyyat sistemi. Bunlar isə nədir? Sistem proqram təminatıdır. Daha sonra uyğunluğu müəyyən etməyimizi istəyir. Sistem proqram təminatı, deməli, C variantı. Tətbiqi proqram təminatı, Y variantı və də D variantını da götürmək olar. Sistem proqrama B-ni də aid eləyə bilərik. B və C. Buna D və Y. 3-ə də olasıdır A variantı. Yəni B, C, Y, D və A olur A variantı. Aşağıdakıların hansılar antivirus proqramlarının tipləridir? Antivirus proqramlarının tipləri. Deməli, baxın, burada virus proqramlarının tiplərinə aid deyil dediyinə görə, bunlar antivirus proqramlarının tipləridir. Ona görə burada biz 2, 4, 6 götürdük. Burada isə antivirus proqramlarının tipləri dediyinə görə artıq bunu götürə bilərik. 1, 2 və də 5. Bunlar antiviruslardır. 1, 2, 5-i burada götürə bilərik. Sonra 82-də yaşayış mühitinə görə hansı virusun hansı növləri var? Fayl, yükləmə, şəbəkə. Bir də fayl yükləmə var. Yəni 2, 3, 5. Aha. 83-də arxivləşdirmə proqramlarına aid olmayanları müəyyən edin deyilir. Bu arxivləşdirmə proqramıdır. Bu aid deyil, bu aid deyil, bu arxivləşdirmədir. Bu aid deyil, bu arxivləşdirmədir, bu da arxivləşdirmə. Deməli, 3, 4, 6, 7. Cavabımız olur belə. 84-də yenə uyğunlaşdırmağımızı istəyir. Kompüterin periferiya qurğularının işini təmin edir. Kompüterin təhlükəsizliyini təmin edir. Kompüterlər arası informasiya mübadiləsini təşkil edir. Diaqram, təsvir və çertyojları emal edir. Bu D birinciyə aiddir. Maliyyə elmi və digər hesablamalar yerinə yetirilir. Bu ikinciyə aiddir. 3-ə isə driverlər aiddir. 3 nə idi? Driverlər isə A aiddir. Yəni 3-cüyə deyəndə kompüterin periferiya qurğularının işini təmin edir. Bu da olur DYA, B variantı. Daha sonra 85-ci suala baxaq. Fayl viruslarının əsas xüsusiyyəti hansıdır? Fayl virusları icra olunan fayllara tətbiq olunur, yəni EXE uzantılı. Daha sonra hansı növ viruslar adətən MS Office proqramlarında hazırlanan sənədlərə yoluxur? Bu isə makroviruslardır. Həmin sənədlərə yoluxur və sənəd artıq açıldıqda öz işini görməyə başlayır. 87-ci sualda örtük proqramına aiddir. Təbii ki, Norton Commander, C variantı. İstifadəçi interfeysinin tipinə görə əməliyyat sistemləri necə təsnif olunur? Əmrli və obyekt yönlü. Burada çaşıb bir istifadəçili, çox istifadəçili götürmürük. Çünki burada istifadəçinin sayına görə deyilmir də, interfeysin tipi deyilir. Əmrli, obyekt yönlü tiplər var. Daha sonra 89-da eyni zamanda işləyən istifadəçi sayına görə əməliyyat sistemlərinin təsnifatı. Burada baxın, artıq budur. Sayı dediyinə görə D variantı. 90-da yalnız əməliyyat sistemlərindən ibarət olan sıranı müəyyən edin. Deməli, burada Excel əməliyyat sistemi deyil, Access əməliyyat sistemi deyil, Excel əməliyyat sistemi deyil. Sonra burada budur da A variantı. Burada OSI model deyən əməliyyat sistemi deyil məncə. Ancaq Solaris, Unix, MS-DOS və Windows hər biri əməliyyat sistemidir. 91-də faylın tam, deməli, 91-də deyilir ki, faylına tam yol verilib, faylın yerləşdiyi qovluğun adı nədir?
Faylın yerləşdiyi qovluğun adı təbii ki də fayl budur, qovluqdur, budur da qovluq. 92-də aşağıdakılardan hansı əməliyyat sistemi deyil? Y variantı. 92-də Y variantı. Bu əməliyyat örtüyüdür. Düzdürmü? Baxın, əməliyyat sistemi OS böl 2 bu formadadır. Yəni, bayaqki OS yox. 93-də tələbə verilmiş qovluqda iş görürdü. Sonra kataloq ağacında 2 səviyyə geri qayıdaraq mənzərə alt qovluğuna daxil olur və həmin qovluqda foto 20 JPEG faylını silir. Tələbənin sildiyi faylın tam adı aşağıdakılardan hansıdır? Deməli, 2 səviyyə geriyə gələndə fotoya gəlir. Düzdür, bu foto olanda mənzərə, fotonun içindəki mənzərə alt qovluğuna daxil olur və bunu silir. Deməli, fotonun içində bir dənə mənzərə var, mənzərənin içində bu var. O da olur, fotonun içində mənzərə bu. Düzdür, 2 qovluq geriyə gələndə bura gəlir ona görə. Hər hansı bir kataloqda paper.txt faylı saxlanılmışdır. Həmin faylı bu kataloqda yaradılmış ad kataloqa daşıdıqdan sonra faylın tam adı bu formada oldu. Yer dəyişməyə qədər faylın adı necə idi? Tam adı necə idi? Deməli, hər hansı bir kataloqda bu fayl saxlanılmışdır. Həmin faylı bu kataloqda yaradılmış alt kataloqa. Baxın, alt kataloq kataloqun içərisində yaradılır. Deməli ki, bu alt kataloqdur. Bu da həmin kataloqdur. Deməli, bu refdən qabaq TXT-nin içindəymiş. Sonradan TXT-nin içində alt kataloq ref yaradılır. Ona görə TXT-dən sonra paper olanı götürürük. Tam adı dediyinə görə də hamısında olmalıdır. Hamısında var onsuz ki. Deməli, C ilə başlayan burada C yoxdur. Sektor, user, TXT, paper. Elə bu D variantı. Burada məsələn ref var, yox. Bu elə bunun özüdür. Ax, əvvəlkin soruşur. Burada da TXT yoxdur. Amma TXT olmalıdır. 95-də kataloqlar ağacı verilmişdir. Doc 3 TXT faylının tam adını tapın. Bunu soruşur. D, Tom 3, Doc 3. Doc 3 yəni. D, Doc 3, Tom 3. Elə D variantı. Yoxsa? Yox. Bu bura gəlir. Axı, yox, səhv baxdım. D, Tom 3, Doc 3. Elə Y variantı. Göstərilən genişləndirmələrdən neçəsi mətin tiplidir? Bu şəkildir, bu mətindir, bu mətindir, bu videoda gedir. Excel faylı, şəkil, 3 dənə. Bəli, bu olur Y variantı. 97-də. Faylın məzmunu barədə məlumat nəyə əsasən əldə oluna bilər? Deməli, faylın həcminə baxıb biz onun məzmunu barədə bir söz deyə bilmərik. Məsələn, 5 megabaytdır, 3 kilobaytdır. Bu barədə biz nə deyə bilərik ki, düzdürmü? Yaranma tarixi də həmçinin məzmunundan söhbət gedir. Dəyişdirilmə tarixi, atributu, məsələn, işarəsinə baxdım mən faylın. Hardan bilə bilərəm ki, onun məzmunu nədən söhbət gedir? Amma faylın adına baxıb haradasa bir məzmun barədə fikir söyləyə bilərik. Düzdür, məsələn, adla məzmun arasında əlaqə olmaya da bilər, amma əsasən əlaqə olduğunu nəzərə alaraq, yəni ən doğru cavab D variantı götürür. Windows əməliyyat sistemində plug and play texnologiyası nə üçündür? Deməli, plug and play yeni qurğuları avtomatik təyin etmək üçün istifadə olunur. Orada bundan başqa OLE texnologiyası var idi. Bir də drag and drop texnologiyaları var idi. Düzdürmü? Drop texnologiyaları var idi. Bu sıçanla sürüşdürmək idi. Belə 3 dənə texnologiyamız var idi. 99-da Windows əməliyyat sistemində fayl adlarına hansı məhdudiyyət qoyulur? Deməli, fayl adında 8 simvoldan çox ola bilməz. Xeyr, bu çoxdankı bir qaydadır. İndi olur. Hərf və rəqəmlərdən istifadə edilə bilər. Bu da yanlışdır. Məsələn, simvol istifadə edə bilərik. Fayl adında nöqtə istifadə edilə bilməz. Fayl adında 9 dənə simvol var istifadə edilə bilməyən. Slash işarələri, sonra dırnaq, sonra böyükdür, kiçikdir işarələri, 1, 2, 3, 4, 5, 6, 3 dənəsi. Sual işarəsi, ulduz işarəsi, bir də vergül idi, səhv xatırlamıramsa. 9 dənə. Yəni, nöqtə yoxdur orada. Nöqtə istifadə oluna bilər. Bu da yanlışdır. Faylın adı yalnız böyük hərflə başlaya bilər. Təbii ki də yanlışdır. Kiçik hərflə də başlaya bilər. Ancaq bu doğrudur. 255 simvoldan çox ola bilməz.
Windows əməliyyat sistemində verilmiş faylların tiplərinə görə neçə qrupa ayırmaq olar? Deməli, bu mətindir. Mətin M yazdım üstünə. Bu da mətindir. Bu səsdir. Bu da səsdir. Bu da mətindir. Mətin və səs. Yəni, burada 2 dənə tip var. Mətindən səs. 100'ə çatdıq. Aha, burada dayanaq. Deməli, əziz izləyicilər, 100'ə qədər demişdim, 100'də yekunlaşdıraq. 101'i də çaşıb izah edirdim. Dedim, yox, o birisi videoya qalsın. Əgər izah sizdən ötürü faydalı oldusa, kanala abunə olmağı, videoyu bəyənməyi unutmayın. İnşallah gələn həftə 101 ilə 150 arasındakı sualların izahını verəcəm. Sağ olun, özünüzə yaxşı baxın.